Allah Resulü buyurdu, bir hediye bir şey verdikdə övladlarınız arasında bərabərliyə riayət eləyin. Əgər kimisə üstün tutacaqsan, onlardan hansınsa üstün tutacaqsansa, o zaman qız uşaqlarını çalışacaqsan ki, üstün tutacaqsan. Bu övladın haqqıdır ki, onların arasında ədalətə riayət eləyəsən. Çox zaman ailələrdə görürsən ki, bəzən bu mental dəyərlərdən də, adət-ənənədən də formalaşır ki, evin böyük övladını həmişə üstün tuturlar və ya evin kiçik övladının qəmzəsini daha çox çəkirlər. Bu həm övladlar arasında uşaq vaxtından bir travma yaradır. Şuuraltı onlarda bir travma formalaşır. Sonra bir zaman gəlir, görürsən ki, bu övladlar arasında problemlər yaşanır. Onun kökünü axtarmaq lazımdır uşaqlıq dönəmindən. Ki, necə ola bilər ki, bir atanın, bir ananın övladları gəldilər, bir yaşa çatılıb, bir-birinə qarşı bu qədər aqresiya var, nifrət var. Çünki valideyn vaxtında düzgün formalaşdırmayıb, düzgün yetişdirməyib. Bunlar arasında gərək mehr, məhəbbəti bərabər bölüydü. Ədalətlə davranıydı. Birini digərindən üstün tutub, o birisinin qəlbində kin-küdurət formalaşdırmayaydı. Və ən böyük haqlardan biri də təlim-tərbiyə haqqıdır. Təlim-tərbiyə iki cəhətdən biz bunu qeyd edə bilərik. Dünyavi təlim-tərbiyə, dünyavi cəhətdən, bir də dini cəhətdən təlim-tərbiyə. Dünyavi cəhətdən təlim-tərbiyə lazımdır. Övladlarınızı yaxşı oxutdurun, biliyə sahib olsunlar, elm öyrənsinlər və övladlarımızı biz sadəcə yönətməliyik bu işlərdə də, məcbur etməməliyik. Onlara biraz seçim haqqı da verməliyik. Məsələn, bəzən görürsən ki, uşaq fərqli bir sənətə meyillidir. Sən də məcbur etsin ki, yox, sən həkim olmalısan. Məcbur həkimlik oxutururuq, yaxşı da həkim ola bilmir. İnsan ümumiyyətlə sevdiyi işlə məşğul olduqda özünü xoşbəxt hiss eləyir. Bir insan məcburu sevmədiyi, nifrət etdiyi bir işlə məşğul olursa, həm işin keyfiyyəti aşağı düşəcək, həm də həyatı zəhərə çevriləcəkdir. Uşağın seçiminə diqqət etmək lazımdır və baxmaq lazımdır ki, bacarığı hansı yönədir. Bir dəfə mən bir mütəxəssisin söhbətinə qulaq asırdım. Deyir ki, bir çox inkişaf etmiş ölkələrdə məsələ nə cürdür? Məsələn, baxırlar ki, uşaq deyək ki, riyaziyyatdan biraz aşağı qiymət alıb, amma məsələn, ədəbiyyatdan yüksək qiymət alıb. Biz nə edirik? Biz gedirik riyaziyyatdan uşağa müəllim tuturuq ki, qoy riyaziyyatı biraz inkişaf eləsin. Amma deyir, onlarda riyaziyyata müəllim tutmurlar. Gedirlər ədəbiyyat fənnindən buna müəllim tuturlar ki, daha da inkişaf etdirsin. Çünki bunda bu bacarıq var. Təlim-tərbiyə mühüm məsələdir. Övladlarımızın da burada biz bacarığını dəyərləndirməliyik, seçimini dəyərləndirməliyik. Bu bizim məsuliyyətimizdir. Çünki övlad bizim əsərimizdir. Biz bunu cəmiyyətə təqdim elədiyimiz bir əsərdir. Əgər bunda hər hansı bir xəta, hər hansı bir səhv varsa, o səhvin başlıca səbəbkarı biz özümüzük. İmam Zeynul Abidin əleyhissalam Risalətül Hüquq kitabında övlad haqqı barəsində danışanda belə buyurur ki, övladın haqqı budur ki, biləsən ki, o səndəndir və sənə nisbət verilir. Bu dünyada onun bütün yaxşılıqları, bütün pislikləri sənə aiddir.